Hər vaxtınız xeyirli olsun. MRT Hiperinşaatda yenə sizi salamlayırıq. Canlı hər həftə bizim canlı yayınlarımız olur ki, siz dostlarla birbaşa olaraq biz təmasda oluruq və müəyyən məhsullarımız haqqında sizə ətraflı məlumat veririk. Onlar harada istifadə oluna bilər, keyfiyyəti necədir, qiyməti nətərdir. Bu barədə mütəxəssislərlə bir bərabər sizə müəyyən bildiklərimizi çatdırmaq istəyirik. Bugün də həm vanna otağımızda, həm mətbəximizdə, həm qonaq otağımızda, həm dəhlizimizdə istifadə olunan və bizim mənzilimizi daha gözəl görkəmə gətirən asma tavanlardan danışacağıq. Hər vaxtın xeyirli olsun səndən və tamaşaçılarımızı da yenə bir daha bərabər salamlayırıq və bugün mövzumuz asma tavanlardan. Bir də artistiklo. Başlayaq elə ilk olaraq asma tavanlardan. Elə bir halda ki adı asma tavandırsa, deməli elə tavanda olmalıdır. Odur ki bizim dostlara məlumatlarımız, deyəcəklərimiz, çatdıracaqlarımız var. Başlayaq elə birinci belə deyək, asma tavanımızdan, onun gözəlliyindən söhbət açaq, danışaq. Adətən ən çox mətbəx, bir də hamam, vanna otaqlarında istifadə olunur. Ölçülər fərqli olur. 30-un 30-a, 40-ın 25-ə, 60-ın 60-a alüminium paslanmayan, həm də nəvə davamlı. Paslanmır, nəvə davamlıdır. Nə boyda sizin vanna otağınız olursa olsun, ona bax belə gözəl şəkildə asma tavanları yığmaq mümkündür. Bu həm söhbət gedir əziz dostlar bina evlərindən, həm də həyət evlərindən. Bütün binaların vanna otaqlarına rahat şəkildə istifadə etmək mümkündür. Daha sonra qarşıya gələndə tavanda maşallah asma tavanlarımız çoxdur. Növbəti də çox maraqlı və işıqlandırılması da gözəldir. Artistiklo gedir. Bunların işıqlandırılması tamam fərqlidir. Yəni, bu da ekoloji təmizdir, keyfiyyətli modellərdir, hətta yeni dizayndır. Yeni dizayndır. Təbii ki, yeni dizaynda bunları hətta zallarda belə istifadə etmək olar. Yəni qonaq otağında rahat şəkildə bu artistiklodan istifadə etmək mümkündür və diqqət yetirsək, asma tavandan bir qədər fərqliliyi ondan ibarətdir ki, artistikloda işıqlandırma bütövlükdədir. Yəni hər tərəfdədir və bunun üzərində əlavə işıq yerləşdirməyə heç bir ehtiyac yoxdur. İşıqlandırma tam olaraq özündədir və bu da yenə nə boyda məsafə olursa vanna otağınızda və yaxud da zalınızda, dəhlizinizdə fərq etməz. Bütövlükdə həmin məkanı gecə vaxtı rahat işıqlandıracaqdır. Ekoloji təmizlik ən əsası və nəmə, rütubətə davamlıdır. Daha sonra zərbəyə davamlıdır. Adətən evdə əgər balaca uşaqlar varsa, onların oyuncaqlarını istifadə etməklə görürsən ki, yəni tavana da zərbə indirirlər. Heç bir problem yaratmır. Həm asma tavanların keyfiyyəti yüksəkdir. Asma tavanlarda da alüminium yəni profillərdir və alüminium bağlamalardır. Özləri də alüminium. Özləri də alüminiumdur və onların da müəyyən qalınlıqları var, müəyyən sərtlikləri var ki, onlar da zərbəyə tam olaraq davamlıdırlar. Özləri hətta işıqları belə nəmə davamlıdır. İşıqlar da belə. Çünki hamam otaqlarında hamı bilir ki, parlanma tez olur. Bəli. Yəni o işıqlar ona davamlıdır. Hə, buxarlanma, parlanma tez olur və bu işıqlar da daha çox həm qısa qapanmaya, adətən nəm çəkəndə müəyyən naqillərin üzərində açılmalar və yaxud da nəmdən kiləşləşmələr baş verir. Ancaq bütün bunlar məsələ asma tavanlarda olan işıqlarda heç bir problem, heç bir maneə yaratmır. Bir qədər də qarşıya gələk, burada yenə artistiklomuz var bizim. Bəzəklər də çox gözəldir, naxışları da çox maraqlıdır. Katalog əsasında seçmək olur. Yəni seçmə imkanınız var. Tək burada olan modellər deyil. Biz belə deyək, görüntü üçün bir abrazis olaraq dostlara təqdim edirik ki, bax bu ölçülərimiz də var, bu dizayn da var, bu müxtəlifliklər də var. Ancaq digər müxtəliflikləri və nə qədər çeşid istəyirsinizsə, məsələ MRT Hiperinşaatda kataloqumuz var və kataloqa uyğun, zövqünüzə uyğun, necə deyirlər, vanna otağınız kafel metlağına uyğun dizayn olunur. Bəli. Ölçüyə uyğun dizaynda olunur, dizayn edilir. Hətta ölçüyə uyğun dizaynda olunur. Həm kafellərimizi, həm kermogranitlərə uyğun olaraq rənginə sifariş etmək mümkündür ki, mənim asma tavanım məsələ həmin rənglərə uyarlı olsun. Nümunə olaraq da məsələn, var mı? Gördüyümüz bir gələk yaxın onu da təqdim edək dostlara. Hə, bax belə deyək. Bax, bu eynisi də, yəni ikinci. Bu modellərdən hansını bəyənsəniz? Bu modellərdən operatorumuz göstərəcək inşallah. O ağır olduğundan alıb qucağımıza götürmə imkanımız yoxdur. Bax, eynisi yəni tavanda var. Həm ağla mavinin qarışımı, həm ağla sarı mavinin qarışımı. Bax, buradan hər ikisi yan-yanadır. Var. Operatorumuz götürsün. Eyni kafellərin, eyni asma tavanı. Eyni.
tam olaraq eynidir və əla bir gözəllik verir. Təbii ki, tamamilə eyniləşdirmək mümkündür. İstədiyiniz ölçüdə, istədiyiniz. Daha çox xanımlar bunu belə istəyirlər ki, Təbii ki. vanna otağında kafeldən metlaq və yaxud da ki, hamının vanna otağında Dizayn olan üzrə israrlı olanlar xanımlar. Bəli, xanımlarımızdır. Adətən onlar daha çox mənzildə olurlar. Ona görə də bu işlərə daha diqqət edirlər və onların da rənglərin bir-birinə uyarlı olması daha da gözəl görkəm verir. Həm də elə mənzilinizdə, yəni qonaq otağınızda da bunu edə bilərsiniz. Aboyunuzun rənginə uyğun və yaxud da Sədəf boyaların rənginə uyğun seçmə etmə imkanınız var və hətta pərdənizə uyğun, nə bilim, divan kresloya uyğun, yəni bu rəngləri seçmə imkanınız var və 365 gün sizin şansınız var, əziz dostlar. Şansınız nədən ibarətdir? Nə vaxt MRT inşaata yaxınlaşırsınız, alış-veriş edirsiniz, hər 50 manatlıq alış-verişdə bir kupon əldə etməklə bax bu sehirli qutunun içərisinə atırsınız və bizim Zəfər lotereyamız var. Artıq start verilibdir. 8 noyabr tarixində möhtəşəm lotereyamız baş tutacaq və ən əsası Niva markalı avtomobil və daha böyük hədiyyələr sizin olacaq. Əziz dostlar, odur ki, şansınızı heç bir zaman qaçırmayın. Bir daha qeyd etmək istəyirəm. Tək Mingəçevirimizdən deyil, Azərbaycanımızın hansı bölgəsindən gəlib burada alış-veriş etdinizsə, hər 50 manatlıq alış-verişdə bir kupon sizin olacaq. Ad, soyad, əlaqə nömrəsini yazmaqla bu qutunun içərisinə atırıq və 8 noyabr Zəfər günümüzdə Zəfər lotereyamız həyata keçiriləcək. Ümumən, il boyu bizdə lotereyalar davam edəcək. Yəni 365 gün sizin qazanmaq şansınız var və siz daxil olub MRT inşaata alış-veriş edəndə düşünün ki, böyük hədiyyələr sizin ola biləcəkdir. Televizor da sizin ola bilər, soyuducu da ola bilər, avtomobil də olar. Onlarla, yüzlərlə hədiyyələr var, əziz dostlar. Biz də çalışırıq ki, siz hər zaman qazanasınız. Siz bizi seçirsiniz, biz sizə etimad göstəririk və sizin qazanmağınız üçün belə lotereya kampaniyaları həyata keçiririk. Və bir daha qeyd etmək istəyirəm, tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşırsınız, yerində kredit də mümkündür. İstədiyiniz məhsulları, müəyyən məbləğdə olan məhsulları rahat şəkildə ala bilərsiniz. Bir kart və taksit kart da keçərlidir. O səbəbdən yalnız seçiminiz MRT Hiper İnşaat olsun ki, həm lotereyamızdan istifadə edəcəksiniz, həm uduşumuzda iştirak edəcəksiniz, həm avtomobil qazanmaq şansınız var və həm də onlarla, yüzlərlə hədiyyə qazanmaq şansınız var. Çünki bura MRT Hiper İnşaat. Gəlin, birlikdə tikək.